Salam əleyküm. Nətərsiniz? Yəqin ki, məni burada görüb təəccübləndiniz. Deyim ki, mən özümə təzə blog açmışam. Kino blokudur. Bəli. Hamı Titanikdə, Mitanikdə nəsə bir şeylər. Titanik nə idi? Ay Allah. Yox, qabaqcadan spoiler verdim. Spoiler vermək hansısa bir filmin, yəni ki, kitabın sujetini qabaqcadan demək deməkdir. Qısa desək, əvvəldən danışmaq, yəni ki, sujeti aşmaq. Hamı TikTokda nəsə açır eləyir. Mən də dedim ki, kimlə də ala qalmışam. Elə YouTube'da da açaram, TikTokda da, Instagramda da. Cəmaət dünyanın xəbəri məndən alır. Mən niyə yazıq balayam? Bu da mənim təzə kino haqqında söhbətlərim olacaq, qulaq verin. Deməli, mən yəqin ki, hamınız Titanik kinosuna baxmısınız da. İstəyirəm ki, sizə ondan danışım da. Bax, inandırım sizi, siz hansı gözlə o filmə baxmısınızsa, bax, elə mən də o gözlə o kinoya baxmışam. O boyda adı özündən qabaq gələn o bahalı bir gəmi 1912-ci ildə batıb yerin dibinə, dənizin dibinə. Üstündən 80 il vaxt keçir, James Cameron'du, necəsidir, nəsə belə bir şeydir. Bu ona aid film çəkir. Amma bu film Titanik kimi batmır. Nabarot, milyardlarla qazanc gətirir. Titanik, bə. Bax, mən elə bu heyni, bu filmdəki Rozadan danışmaq istəyirəm. Roza nə Roza? Groza. Cavan vaxtından danışmıram da, hamımız görmüşük də onun hansı yuvan quşu olduğunu. O heç, o göz qabağındadır. Mən Rozanın nənə olan vaxtından danışmaq istəyirəm. Deyirəm ki, öz aramızda insanda abır, həyat çox yaxşı şeydir olan yerdə. Bə, o boyda gəmidə cavan oğlanla min cür hoqqadan çıx, axırda sən yaşayasan deyə o yazıq batsın getsin. Üstündən də neçə 10 illiklər keçsin, günün birində zəng elib deyəsən ki, bəs o Titanikdəki Roza mənəm. Salam əleyküm, Roza. Vallah billah, o boyda Titaniki iceberg dağıtmadım. O Roza dağıtdı. Bax, mən sizə söz deyirəm. Qadının dağıtdığı gəmini heç kim təzədən yığıb düzəldənməz. Güyam ki, bu Roza varlı qızıdır. Nə bir toyuna bir həftə qalıb, çıxıblar səyahətə, baxtafar olublar. Bu Rozanı da nə qədər aristokrat eləmək istəyirlər, alınmır. Ki, bu güya kişinin qızı zadəgandır, alınmır da. Niyə? Çünki qanında fakirlik var, kasıblıq var. Bə, ona görə də düşür gedir kasıbların yanına əylənməyə. Budur, bax, budur. Az yekə zadəgan qızısan, oturduğun yerində. Orada da cibində bir köpük pulu olmayan Cekə vurulur. Cekə. Yalansa o dünyada sənin üzünə şər atsınlar, ay Roza. Hələ göp qabaqdadır, göpa baxır. Bu Roza Cekə, yəni həmin gediyə elə vurulur ki, elə bil ki, güya ki, bunlar uşaqlıqdan, bağça vaxtından bir-birlərini güyamış ki, sevirmişlər. Hələ o, bizdə çıxmasın deməyə, rəsm yeri var ya. Roza deyir, şəklimi çək. Tez soyunur. İşıq sürəti ilə. Gedi özü də şokda qalıb. Bu nə idi? Bu qız nə qayırır belə? Ay, bu hazır imiş dünəndən. Nəysə, bilin qoyub keçirəm birinə. O axır yeri var, o ki, gəmi ki batırır. Demək, Roza qışqırır. Cek, ay Cek. Ay, dədəsindən əmələ gəlib, dədəsini oxşamayan. Elə Ceki anası ölmüşü sən batırdın da. Bu səni batasan dünəndən.
uzanmışsan taxtanın üstünə, elə bir dənizdə lejankada uzanıb zaqar qəbul eləyir. Özünü günə verir. Az bir qıça yer verəydin, o gədə də böyründə oturaydı da, bəlkə də heç onda ölməzdi də. Yazıqcıq, yazıqcıq. Suda elə donub ki, elə bir ki, xaladelnikdəki zamoroznikdir, marazelnikdir. Ha, bax, o dərəcədə. Nəysə, bu səni yanasan, qız üzünün suyu tökülsün. Rozan da elə bir zəncirdən açıb buraxmışdılar da. Bir gəmin içində nə eləmək lazım idisə bu qız hamısını elədi də. Hamısına da uspet elədi. Vallah, köpək qızı. Bax, nişanlısının adını batırdı. Ona qoyulan mayanı batırdı. Ceki batırdı. Kapitan görəndə ki, gəmi batır, 100% batırdı. O boyda Titaniki batırdı. Axırında da 100 yaşında boğazındakı klonu atır okeana ki, mən də ən axırıncı bir dənə bu qalıb, bunu da batırıram, yaxşı eləyirəm. Vəssalam, onu da batırdım. Da batırmağa bir şey qalmadı ki. Batıra getdi. Onunla heç kim bir xeyir görənmədi də. Çox xeyirsiz imiş bu Roza. Bir dənə Rozadan xeyir görən Jack idi, o yazıq da batdı. O boyda gəmidə ən günahkar, həyasız, ifritə, ara qarışdıran, gəmidə oturub gəmçi ilə dava eləyən, maşında 5 göstərən Roza idi, o da sağ qaldı. Həyat belədir, bəli. Deyir, bacağın ərinə nə baxsan, sən tüstünün oradan düz çıxmağına bax. Həyat budur, budur. Hörmətli tamaşaçılar, Titanik kinosu haqqında bu qədəm. Ümid edirəm ki, ən vacib, ən lazım, heç yerdə deyilməyən, heç kimin eşitmədiyi kino haqqında məlumatları mən məhəbbət sizə deyə bildim. Bundan sonraki vloqlarımda hansı kinodan, nə təri, söhbət istəyirsinizsə məndə var. Siz mənə kommentlərdə yazırsınız, hansı kino istəyirsiniz. Bax, məhəbbətdən bir kino vloqlar gələcək, gəl görəsən. Öpürəm, bağrıma basıram, məni likelayın, kommentləri bol eləyin, baxış sayını bol eləyin. Qoy mən də çiçəklənim, çiçək altında, üzr istəyirəm, qüdrət zəng eləyir. Haycan. Oba 600 manat maaş alır. Yeməyi məndən yaxşıdır. Yeməyi içməyi yaxşı. Ad gününə gedir, konsertə gedir, gözü bələtməklə. Toya gedir, xeyrə şərə yarayır. Bu nədir çatdırır mən bilmirəm. 2 aydır baş sındırıram, tapamıram. Amma nəyisə düz eləyir də. Amma nəyi? Nə vaxt olar verərsən. Dala pul atmışam. Hələ ehtiyacım yoxdur. Məni görəndə heç vaxt üzünü çevirib getmə. Yaxın qonşuya etibar eləmək lazımdır. 600 manatla dala pul atmaq, lapaq elədiyi. Ən yaxın qonşuya etibar eləmək lazımdır. Tapdım. Ay qonşu, deyəsən təzə işə düzəlmirsən, hə? Yox az, yəqin maaşını artırıblar. Artıq ən yaxın qonşuya etibar eləyirəm. Qeybətçilər. Oba, ən yaxın qonşunuza etibar edin. Ay Qüdrət, vallahi hər yeri ələq-vələ eləmişəm. Ay, bax, hamamın içinə, tuvaletin içinə, avtofanın içinə, drandalötevin içinə. İnandırım səni, pijamavın cırıq cibinə qədər baxmışam. Ay, yoxdur da, yoxdur. Ay, sənə görə gedib o Trumpın içinə, Trump nədə? Trapın içinə qədər baxmışam, içinə nəhlət. Ay, yox. 42 qəpikdən heç nə, 42 qəpik pul qalıb qavazanın içində. Nə tər xəbərimiz olmayıb. Görsən, sən Allah, bunu gətirib bura kim qoyubdu? Deyirəm də, hər yerə
yerə baxmışam, heç harda üzü yoxdur. Yoxdur balam, tapanmıram. Bu məni qınayan. Oo. Və bu göyəmi çıxdı, yerəmi girdi. Nə oldu bu? Hər yerə baxmışam da, hər yerə baxmışam. Məndə nə var? Deyən görüm. Məni qınayan. Bax, bəlkə uşaqlar. Ay, bu nədir? Bu nədir? Başım axı. Birdən cadu olar. Elə cadudur da. Hoo. Deyən görüm, bu nədir bunun içində? Oy. Rəhbərə saplar. İynə. Bu nədir? Mərmər daşlar. Başa düşmədim. Bunların fikri nədir? Bunlar məni qüdrətdən boşaltdırmaq istəyirlər. Bunu görən kim eləyir? Baldızım mı? O eləyər. O eləyər. O ondan çıxar. Onsuz da mənim qüdrətə getməyimi istəmirdi. Birdən qonşulardan kimsə eləyər. Mən onun babalını yumaş olaram. Mən anası ölmüş. Bax, mən kimə nə eləmişəm ki? Borca gəlirlər, verirəm. Qonaqlıq olanda gəlirlər, stul istəyirlər, çatmır, mən verirəm. Toya yasa çağırırlar, gedirəm. Oynayanda oynayıram, ağlayanda ağlayıram, ağladanda da ağladıram. Sonra yasın aşını, bozbaşını, halvasını mənə tapşırırlar, lön-lön, pişirirəm, qoyuram qabaqlarına. 10 nəfərdən lotareya oynayaq. Ən axırda sən alassan, evi yoxdur. Sən götürəsən, razısan, razıyam. Ay başıma dönüm, hər şey eləyirəm də. Deyirəm, razıyam da. Nə deyirlər, deyirəm, razıyam da. Da mən bədbaxt nağarmalıyam. Kimin olanını əlimdən almışam mən yazı. Bəlkəm. Yox, yaxşısı budur. İynəni hara qoydum, üstündə. Atar elə mənə. Yaxşısı budur, mən bu cadunu saxlayım. Qüdrət gələndə deyərəm, bir şey tapmışam. Bəlkə qüdrətin başı çıxar, bəlkəm qüdrət deyəcək, heç bu cadu deyil. Amma cadudur da. Uşaq deyiləm ki, mən cadudur bu. Qoy qalsın, qüdrət gələndə mundarlasın. Yallah, amansa, bunu hara aparmadım mən. Gedim əlimi yuyum, yaxşı. Deyən görüm. A few moments later. Ay Allah. Gərək evdə küncü bucağı yoxlayım. Elə əlimi attım, buradan çıxdı. Allah bilir, burada nə soxuşdurublar. Deyirəm axı, axır vaxtlar halsızam, tez yoruluram, tez xəstələnirəm. Nəzər var, cadu var da üstümdə. Ox olub batmışam gözlərinə. Nə var? Gedirəm obadan qənaətli, alış-veriş eləyirəm, gözlərinə batıram. Elə billər pulun üstündə oturmuşam, ayaqlarım yerə dəymir. Görüm xəbərlər var. Qoy xəbərlərə baxım. Sonra mən bilirəm kimə nə deyəcəm. Hər vaxtınız xeyir olsun. Xəbərlər efirdədir. Salam əleyküm. Pakistanın Müdafiə naziri Xavaca Asif Bloomberg agentliyinə müsahibəsində bildirib. Biz bütün bu müddət ərzində demişik ki, Hindistana qarşı heç nə etməyəcəyik. Əgər Hindistan geri çəkilsə, biz də mütləq hərbi əməliyyatlarımızı dayandıracağıq. Lakin bizə hücum edildiyi müddətdə biz cavab verməli və özümüzü müdafiə etməli olacaq, deyə Xavaca Asif bildirib. Bildiyin dünya müharibəsi gedirdi. Dünya müharibəsi. Başqa nətər olur ki? Suriya belə dağıldı, Rusiya, Ukrayna burada qırırlar bir-birlərini, İsrail, Fələstin orada qırırlar bir-birlərini. Bu Hindistanın müharibəsi mənə maraqlı deyə. Yəqin, raket göydə olanda bina dağılır ucu, olsun. Güllə avtomatdan çıxmamış, yəqin maşınlar deşik olurlar. Tank lüləyini qaldırmamış, o tərəfdən ev, eşi uçur göyə, olur ləlöd. Kinoları elədir də, yumruq hələ göydə olanda kişinin ağzı partlayır. Bu Allah amansan. Hadisələri qabaqlayırlar onlar.
Nə bilim valla. Onlardan hər şey nə olursa gülməlidir. Amma ki, da indi müharibə gülməli deyil də. Müharibənin nə olduğunu hamıdan çox biz çox yaxşı bilirik. Çox pis şeydir müharibə, valla. Mən bu gün cadu tapdım. Xəbərlər də müharibədən başladı. Allah'ın xeyir eləsin. İraq olsun, İraq olsun. Mən yarpaq gətirmişdim. Bağlayam. Ağzım qızışdı xəbərlərə. Qoy gedim yarpağımı bar gətirim. Ay. Ləzzət edirdi obuya gedəndə. Vallahi da. Girirəm içəri, gönələ. Əlimi atıram, zəmbilə atıram. Əlimi atıram, zəmbilə atıram. Əlimi qısmıram. Nə xoşuma gəlir, alıram, atıram. Ehtiyata da alıram, atıram. Gələnə, gedənə də hələ qabağına çıxardıram. Xərcdə ki, xərcdə. Ye ki, yiyəsən. Maşallah olsun, maşallah. Qənaətdir, keyfiyyətdir. Yaxşıdır, hamımızın həyatında bir oba var. Da mayın 20-sinə zadına da nə qaldı ki, məlum olar da ev kimin oldu, maşın kim oldu. İnşallah ki, 5 dənə idimi, 7 dənə idimi, itirmişəm şanslarımın sayını. Udaram, udmaram da, udmuşam da, bir soyuducu, ləbbərləm dolu da ağzına kimi. Hə? Alo, hə Gülcan? Az hələ xəbər yoxdur. Çıxacaq da büyünə çıxacaq. Çıxacaq da büyünə sabah xəbərlər çıxacaq. Görək də kim udur. Az udarıq, udmaraq yenə udmuş kimiyik də. Bənə, harda var belə qiymət, harda var belə qənaət, harda var belə hörmət, harda var belə məhəbbət. Öptüm. Sağ ol. Heyecanlıyıq. İnşallah. Oba hamımızı heyecanlandırır vallahi da. Nə deyir ki? Deyir ki, təki qonşum qazansın. İnşallah. Mayson Margiela 2025-ci ilin yaz-yay kolleksiyasına $1150 dəyərində paket mayka daxil edib. $1150 mən 3 ton klok paket alaram. Zibil yeşiyində nə görürlər başlarına ideya gəlir. Amma alırlar. Xaricilərin varıları da başqa cür olur. Onlar belə kreativ şeylər üçün ölürlər. Biz olanımızı, qalanımızı 5 manat əlimizə pul gələn kimi aparıb qoyuruq portfaqda. Nə var desinlər ki, bu zatdan geyir. Adım demirəm də, reklam niyə eləyim ki? Pulumu versinlər, eləyim. Vallahi. Bizimkilərə sən klok paket mayka geyindirə bilərsən. Get! Onu geyinən qızın anası, onun qapının ağzındaca görsə, o maykanı çıxardıb, qızın başına qapazı nətər geyindirərsə, o qız marketə gedəndə də paketdən qorxusundan istifadə eləməz. Bənə. Mana deyən, duzu gətirmədim, eyb yoxdur, qoyaram sonra qazancına, suyun tükündə eləyərəm. Xaricdə baş işləyir. Butulkadan pencək düzəldirlər, Vyetnamkadan sumka düzəldirlər, ayaqqabı ipindən şortik düzəldirlər. Hər şey. Nə istəsən düzəldirlər, vallah billah. Eyza Seycahanı qınıyırlar ki, nə gəldi götürüb başına qoyur. Elzanın başından sizdə olsa, Allah bilir başınıza nə qoyarsınız. Hələ Elza yaxşı qalıbdır. Vaxt gələcək, biz Elzanı əl-əl axtaracaq, tapamayacaq. Bax, onda biz başımıza vuracaq. Bunları bilmirəm, amma aftafadan nəsə paltarza düzəltsələr, nə qədər nə qiyməti olsa sizə bir şey deyim, qüdrət alacaq onu, bilirəm, qüdrət alacaq. Aftafadan nə satsalar alar. Mən bugün xəbərlərdən gözüm su içmir. Bu cadu temasından sonra, ay Allah, canıma da vizvizə düşdü. İnteresini hiss edirəm. Ola bilər ki, psixolojidir. Ola bilər. Adam psixoloji özünə verəndə pis olur da. Ki, mənə nəsə olacaq, elə bir nəsə olub. Başımı qatıram bundan, xəbərlərə baxmayı, xəbərlərə. Sən də belə düzəməlli xəbərlər demirsən.
Myanma ötən ay baş vermiş güclü zəlzələnin təsirindən hələ də sarsılmış halda ikən, ikinci bir zəlzələnin baş verəcəyini proqnozlaşdıraraq panika yaradan TikTok astroloqunu həbs edib. Özünü falçı adlandıran 21 yaşlı John Moe çərşənbə axşamı səhər saatlarında Sagang şəhərindəki evində keçirilən reyd zamanı şayə yaymaqda ittiham edilərək saxlanılıb. Bu TikTok'dan nə desən çıxır da, şuşa konfetlərdən yanına ölürəm də. Düzdür, bir şaka başıma aparır, amma yaxşıdır. Valla, bəzi ölkələr elə düz eləyir, bu TikTok'u bağlayır. Sən elə yaxşı falçısansa, uca bilməliydin ki, səni gəlib aparacaqlar. Belə falçı olum. Həmişə onu fikirləşmişəm ki, bunlar biləndərdirsə, bilməlidirlər də harda nə var. Otur evində. Deməli, belə bil. Gəl işinə məşğul ol. Sən nəsə bilsən, niyə oturub onun əlinə baxasan? Bütün mənalarda. O vaxtda deyirlər ki, Stalinə gəlib deyirlər ki, falçı gəlib sizlə görüşmək istəyir. O da deyir ki, gedin tutun onu. O falçı olsaydı, onun nə gözlədiyini bilməliydim. Bəli, bu da onun kimi. Stalin mənim sözümü gör nə vaxtdan deyib. Sən ölməyəsən. Bu cadudan sonra nədirsə, elə formal, belə qəribə, interesin xəbərlər gəlir. Nə bilim, məni qaramı basır, nədirsə. Nəsə interesin oluram. Çayzat içirəm, başımı qarışsın, nəsə qarışmır, qarışmır, gedən imkan vermir. Məni qınıyam. De. Sovetdən qalan ölüm kapsulu sürətlə Azərbaycana yaxınlaşır. 1972-ci ildə kosmosa buraxılmış kosmik aparat yaxın günlərdə nəzarətsiz şəkildə yerə düşəcək. 495 kiloqramlıq kapsulun düşəcəyi ərazilər arasında Azərbaycan da var. Uçuş trayektoriyası onu yaxın şərq və Qafqaz üzərindən keçməyə məcbur edir və bu ciddi təhlükə riski yaradır. Bu Rusun bizə hava xeyri deyəcək, ay başına dönüm. 72-ci ildə göyə buraxdıqları şey indiyə qədər göydə nə qayırırdı. Mən anadan olanda bu göydə olub. Hələ səsi sorağı indi düşür. Belə şey olur. Bax, bu boyda ərazilər var. Niyə bizə düşsün də? Bax, niyə bizə? 500 kilo özdə. 500 kiloya bax, yarım ton. Hara düşsə dağıdacaq da. Deyirəm, o aparat düşsün belə məni istəməyənlərin başına. O kosmik aparat düşsün üzə gülüb dalımca danışanların başına. O aparat arvadına az deyib, bayırda ailə dağıdanlara can, qurban olum deyənlərin başına. Düşsün, of canıma dəysin. O 500 kiloluq aparat düşsün arvad uşağının boğazından kəsib, ayağı sürüşkənlərin boğazına, qızıl taxanların başına. Amin ya Rəbbim. O aparat düşsün arvadına telefonun kodunu verməyib, başqasına ürəyinin kodunu verənlərin başına. Amin, min kərə amin. Of! Öldüm Allah. Əsəbləşdim, üstüm başımda çay oldu, nətər höşələndimsə. Dünyanın ən bahalı çörəyi İspaniyada satılır. Onun adı Pampinadır. Qeyd edilib ki, Pampinanın bir ədədi əhaliyə 150 dollardan satılır. Onun bahalı olmasına səbəb isə içərisinə və üzünə qızıldan olan kəpək vurulmasıdır. Bu çörək İspaniyanın Algatosin kəndində Pampina çörəkxanasında hazırlanır. Yüksək qiymətə baxmayaraq çörəyə maraq böyükdür. Ürəyim çörək istədi. Nəsə elə bir çörəyin qədrini bildim. Bir deyən görüm. A few moments later. Məni qınıyam, 5 dənə çörək pişirmişdim. Qırmışlar, hamısı yeyiblər. Mənə saxladıqlarına bax. Neyini mən acından ölüm. Şafan gözündən irağı görməsin, çörək yeyirəm. Neyini, çörəksiz doyanmıram da. Bax, mən soğuzu, çörəksiz nətər yeyim. Yağlı. Onun ki, çörək belə qırırsan qışım. Belə kartuşkası ilə bir yerdə yağını belə batırırsan, qoyursan.
Ölürəm də çörəkdən yanam. 150 dollara çörək olar sən alam. Qızıldan kəpək çörəyin üstündə neyinirəm ki? Qızılım olsa elə barmağımı taxaram da. Qudurmuşduq. Hamısı qudurmuşduq da. Baş gedir də. Pul çox olanda baş gedir. O vaxtdan biz Bakıya gələndə Allah. Çörəyə oçretlər var idi. Bir tıqa çörəkdən yana səhərdən növbəyə dururduq. İndi maşallah olsun çörək boldu, amma mən özüm öz çörəyimi pişirib yeyən adamam. Valla. Ev çörək pişirirəm, elə çörək pişirirəm. 150 dollar nədir? 250 dollar da pulun olsa gəlib alarsan yenə havaydı. O qədər dadlıdır amma. Düzdür, tuxovka biraz yaxşı qaldırmadı Naziyə alında. Amma dadı əladır. Dadı damaqdan getmir. Nə səs güydü orada? Nəsə, qırışırlar arvadlar. Onsuz da burada da düzəməli xəbər yoxdur. Görüm nəyin davası deyil aşağıda.